Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün sizinlə MHM MIG sınaq kitabından, yəni müəllimlərin işə qəbulu kitabından belə bir məsələnin həllinə baxacağıq. Buradan CTP nöqtəsindən AB tərəfinə belə bir düz xətt parçası çəkirik. Bura bir K nöqtəsi yazaq, yəni CK. Elə çəkirik ki, bu bərabər olsun, yəni bərabər yanlı üstbucaq olsun, CKB üstbucağı. Yəni onda bura 50 dərəcə olacaq. ACK üstbucağında demək 50 dərəcə xarici bucaq olduğundan avtomatik bura 25 dərəcə olacaq. Bir də D nöqtəsi ilə K nöqtəsini birləşdirsək, burada əvvəl şərtə baxalım. Baxın, BC ilə buranın bərabər olduğunu vermişdi. DC ilə BC-nin bərabər olduğunu, biz də CK-nın bərabər olduğunu demək göstərdik və demək buradan da belə görünür ki, fikir verin, ACK da bərabər yanlı üstbucaq. Deməli, bu da bərabərdir ona. Bu da bərabər yanlı üstbucaqdır. Digər tərəfdən bu bucağın cəmi 60 dərəcə olduğundan və bərabər yanlı olduğundan avtomatik bunların da payına 60 dərəcə və 60 dərəcə düşür. Deməli, bu üstbucaqda bərabər tərəfli üstbucaq olur. Digər tərəfdən də baxsaq, baxın, ADK üstbucağı da demək bərabər yanlı üstbucaqdır. Bunun təpə bucağı artıq burada bəlli məsələdir. 70 dərəcə qalır bunun payına. Demək, o bərabər yanlı üstbucaqda da bu bucaqla bu bucaq bir-birinə bərabər olmalıdır. Biz 180-dən 70 çıxsaq, qalır 110. Deməli, bu bucaq nə qədər olmalıdır? 55 və bu da 55 dərəcə olmalıdır. Yəni, x plus 25 dərəcə bərabərdir 55 dərəcəyə. Buradan da x nə qədər olacaq? 30 dərəcə. Yəni, cavab olacaq B variantı. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.